Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Birinci sualda əvəzliklərdən biri məna növünə görə digərlərindən fərqlənir. Kimsə düzəltmə qeyri-müəyyən əvəzi idi. Hamı sadə qeyri-müəyyən əvəzlikdir. Hərə düzəltmə qeyri-müəyyən əvəzi idi, nə isə mürəkkəb qeyri-müəyyən əvəzi idi. Ancaq filan təyinli əvəzi idi. Bizə deyir ki, əvəzliklərdən biri məna növünə görə digərlərindən fərqlənir. Ona görə cavab olacaq E. O əvəzliyindən sonra qoyulmuş vergül işarəsi doğru deyil. Bizdən soruşur. Deyir ki, o atamın yaxın dostudur. Bax, atamın dostudur. Kim? O. Özündən sonra nə gəlib? Ata ismi gəlib. Düzdürmü? İsim gəldi. Kim sualına cavab verdi? Vergül qoyulacaq. Problem yoxdur. O məğrur bir vəziyyət aldı. Necə, nə tərzdə vəziyyət aldı məğrur? Kim o? Özündən sonra zərf gəlib. Problem yoxdur. Ancaq o bundan sonra feil gələrsə vergül qoyulmaz. O səyahətdən yorulmayıb. Yorulmayıb kim? O. Səyahət nədir? İsim. İsimdə heç bir problem yoxdur, qoyulacaq. O dəstənin fəxridir. Kim? Bir də 19-cu sayı gəlib. Sayda da heç bir problem yoxdur. Cavab olacaq C variantı. Yəni o bundan sonra feil gələrsə vergül qoyulmaz. Bu əvəzlikdən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Bu ki, burada ədat gəlib. Burada heç bir halda qoyulmayacaq. Çünki ədat gələndə qoyulmur. Bugün istidir. Burada ümumiyyətlə bu əvəzlik deyil. Bugün zaman zərfidir, zərfin tərkib hissəsidir. Burada özündən sonra bağlayıcı gəlib. Bağlayıcı gələndə qoyulmayacaq. Sonra bu tapşırığı vaxtı, bu qatar Təbrizə gedir. Hansı qatar? Hansı sualına cavab verdi? Heç vaxt qoyulmaz. Bu tapşırığı vaxtında bitirdi. Yəni, məsələn, Əli tapşırığı vaxtında bitirdi. Kim bu? İsim gələr, qoyular bir dəfə. Əli bu tapşırığı vaxtında yerinə bitirdi, yetirdi. Burada həm hansı sual olar, həm də nə sual olar. Ona görə edir. Yenə də o əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Baxıram. O, buradakı uşaqların hamısından böyük idi. Kim? O. Özündən sonra buradakı sifəti gəlib. Burada ancaq qoyulacaq. Bir ayda o necə də qaralmış və kökəlmişdi. Bax, burada necə də ədatı gəlib. Ədat gələndə heç bir halda qoyulmayacaq. O, durandan sonra hara isə tələsir. Bax, dur, duran, durandan feili sifətdir. Feil sifətdə feildən istisna budur. Gələndə qoyular. Bu getdi. O kitabı vərəqlədi. O kitabı vərəqlədi. Kim vərəqlədi? Bir də o hansısa kitabdan söhbət gedir. O kitab, hansısa kitab? Cavab olur D variantı. Deyir ki, o əsərlər bizim üçün çox qiymətlidir. Hansı əsərlər bizim üçün çox qiymətlidir? Hansı sualını verdi? Heç bir halda burada qoyulmayacaq. Bu bizim ən müqəddəs vəzifəmizdir. Bu işarə vəzi hansı nitq hissəsinə əvəz etmişdir? Hansı sualına vermirsə sifət əvəz etməyəcək. Nə bizim vəzifəmizdir, nə sualına cavab verdi, ism əvəz edəcək. Mən də bilirəm nəçiyəm, nəyəm. Mən nəçi, nəyəm. Əvəzin hansı məna növü? Sualla şəxs. Belə məsələlər hamını yaman yorub, məna növlərini soruşur. Belə necə sualına cavab versə də yenə də əvəzlikdir, işarə əvəzliyidir. Sifəti əvəz edib ismin yanında. Hamı da qeyri-müəyyən əvəzliyidir. Burada işlənib işarə ilə qeyri-müəyyən. İşarə əvəzliklərini müəyyən edəcəyik. Bu ilə elədi cavab. Kim, nə, hara sualdır? Həmin işarədir, mən, sən şəxsdir. Heç nə, hər kəs, kimsə düzəltmədir bu. Qeyri-müəyyəndir. Hamı, hərə də düzəltmədir. Hamı qeyri-müəyyən, bunun ikisi də. Yenə də işarə əvəzliklərini istəyir. Belə ilə həmindir, şəxsdir, qeyri-müəyyəndir. Heç kim, heç nə, birdən biri düzəlib, düzəltmədi. Sonra bütün sən kimisi yoxdur bunlar. Cavab olacaq C variantı. Davam edirəm. Hansı cümlədə əvəzlikdən sonra vergül olmamalıdır? Baxıram. Burada elə avtomatik gözümüzə dəyən bu da. Bağlayıcı gəlib deyə bağlayıcılarda olmaz. O peşəkar idi. Kim? Özündən sonra sifət gəlib. Ağıllı sifətində problem yoxdur. Qısacası o, bu, kim nə sualına cavab verdi?
özündən sonra gəldi feil, özündən sonra gəldi əvəzlik, özündən sonra gəldi köməkçi nitqsələri, yəni kəflə yadda saxlayırıq. Köməkçi, əvəzi, feil, gəldi, vergül qoyulmaz. Kim nə sonunda cavab verdisə. Amma yerdə qalan nitqsələri gələndə qoyulacaq. O adam öz taleyindən nigarandır. Əvəzliyin hansı məna növləri işlənmişdi? O adam, o hansı sualına cavab verirsə bu işarədir. Öz taleyindən bu da təyinidir. İşarə ilə təyini cavab olacaq B variantı. Hansı cümlədə o əvəzliyindən sonra vergül işarəsindən istifadə edilə də bilər, edilməyə də bilər. Mən səndən o qələmi istəyirdim. Hansı qələmi? Burada yalnız hansıdır? Qoyulmayacaq. O kitabı mənə ver. Hansı kitabı ver? O kitabı qoyulmayacaq. O gün sən gəlməmişdin. Nə zaman? Burada ümumiyyətlə zaman zərfidir. Hətta bağlayıcı gəlib olmaz. Filan kəs bağda işləyirdi. Yəni kimsə bağda işləyirdi. Filan kəs o bağda işləyirdi. Hansı bağda işarə edəcək? Ona görə burada qoyula da bilər, qoyulmaya da bilər. Hansı da deyir, odan sonra qoyula da bilər, qoyulmaya da bilər. Bax, burada ümumiyyətlə da gəlib qoyulmayacaq. Çünki bağlayıcıdır. Sən əvəzliyi gəlib qoyulmayacaq. O gün, nə zaman sualı zərfdir, bu zərfin tərkib hissəsidir, qoyulmayacaq. Qaldıq C ilə D arasında o yaşıl meydança düzəldilib. Hansı yaşıl meydança? O yaşıl. Bax, hansı sualını verdim? Avtomatik qoyulmaz. O şairin yeni şeirlərini bloknota yazdı. Kim yazdı? O yazdı. Nəyi? Şairin şeirlərini. Bir dəfə də deyəcəm ki, Əli və yaxud filan kəs o şairin şeirlərini bloknota yazdı. Hansı şairin? O şairin. Hansı sualına cavab verdi? Qoyulmayacaq. Kim sualına cavab verdi? Qoyulacaq. Doğrudur. O'dan sonra deyir. Hansı günlər geridə qalmışdı? Bax, o buya hansı sualını verdi? O bu əvəzliyinə. Hansı sualını verdi özlərinə. Vergül nə gəlir gəlsin, işarə əvəzliyidir. İşarə edəcək, qoyulmaz. O həyatın bərkini boşunu görmüş adamdır. Bu qalsın. O şənbə gecəsi, o qətil günü. Hansı şənbə gecəsi, hansı qətil günü? Qoyulmaz. Bağlayıcı gəlib, qoyulmaz. Feil gəlib, feili sifət istisna digər feillərdə qoyulmaz. Cavab qalır B variantı. O həyatın bərkini görmüş adamdır. Kim? O. Özünə sonra nə gəlib? Həyat ismi. Deməli, problem yox. Qoyulacaq. Hanım mənim? Hansı cümlədə bu əvəzliyindən sonra vergül olmamalıdır? Olmamalıdır. E-dən başlayaq. Bu maraqlı əsərdir. Nə? Burada qoyulacaq sifət gəlib. Bu kollektivin iş planıdır. Nə? Özünə sonra isim gələr, qoyula bilər. Modalın hər iki tərəfində qoyulacaq modalın vergülüdür. Bu testlər toplusudur. Nə testlər toplusudur bu? Özündən sonra test ismi gəlib qoyulacaq. Bugün onunla danışacağam. Nə zaman danışacağam? Bugün. Nə zaman sualına cavab verir? Burada əvəzlikdir. Əvəzliyin ortasında haçandan vergül qoyulur, qoyulmaz. Cavab A'dır. Qoyula da bilər, qoyulmaya da bilər. Burada heç vaxt qoyulmaz. Bağlayıcı gəlib. Həm də bağlayıcı gəlib. Qoyulmayacaq. Bir dəqiqə. O universitetdə oxuyuram. Oxuyur olsaydı, olardı. O oxuyur, o universitetdə oxuyur. Ola bilərdi. Amma hansı universitetdə oxuyuram? Olmaz. Burada ki ədatı gəlib olmaz. O binanın qarşısında gözləyirdi. Filan kəs o binanın qarşısında gözləyirdi. Hansı binanın qarşısında? O. Burada qoyula da bilər, qoyulmaya da bilər. Sonra davam edirik. Hansı cümlədə o əvəzindən sonra qoyula da bilər, qoyulmaya da... Oy, qələm çox topmuş oldu. Qalxıb feil gəlib, qoyulmaz. Heç ədatı gəlib, qoyulmaz. Sonra o adamı yaxşı tanıyırıq, hansı adamı? Qoyulmaz. O illəri geri qaytara bilməzsən, hansı illəri, o illəri olmaz. O kəndə getdi, o kəndə getdi. Hansı kəndə? O kəndə. Qoyula da bilər, qoyulmaya da bilər. Cavab olur C variantı. Bunu çəkirsiniz, qəşəng çəkin də. Bu nə tərtiz çəkməkdir.
Birində vergül düzgün qoyulmamışdı. Cəmaata da minnət eləyir ha. Deməli, o gəlməyəcək. Elə gözümlə buradan görürəm ki, bu deyəsən feildir, gəlməyəcək feilidir. Feil gələndə qoyulmaz, cavab edi. Xeyirxah sifəti gəlib, müəllim ismi gəlib, say gəlib, maraqlı sifəti gəlib. Bu, burada, bu ilə o da kim nə sualına cavab verirsə bunlar gələndə qoyulacaq. Cavab edi, feil gəlib olmaz. Hansı cümlədə o əvəzindən sonra vergül qoyulmamalıdır? Baxıram yenə bura. O diqqətlə ətrafı gözdən keçirdi. Kim? O. Diqqətlə zərfi gəlib, problemi yoxdur. O gözəl bir insan idi. Kim? O. Gözəl sifəti gəlib, problem yoxdur. O gözəl mahnıları ilə hamının qəlbini oxşardı. Kim oxşardı? O. Gözəl sifəti gəlib, problem yoxdur. Burada feil gəlib, bəli, qoymaq olmaz. O həmişə sadə adamlarla görüşməyi biçidir. Sual əvəzinin köməyi ilə yaranan sual cümləsi. Samir kənddə yaşayır ki ədatdır. Sən məndən küsmüsənmi? Burada mi ədatı ilə yaranıb. Niyə bizə gəlmirsən? Bax, niyə sual əvəzliyi ilə? Məgər sual ədatıdır, bəssə sual ədatıdır, sual əvəzliyi yoxdur. Sual əvəzliyinin köməyi ilə yaranan sual cümləsi nə vaxt qayıdı? Belə sual əvəzliyi zərfin sualıdır. Əşyanı ümumi şəkildə müəyyən etmək üçün əvəzlik təyin əvəzlikdir. Hamı özünü heç nə, heç kim, hər öz əvəzliklərini nöqtə. Axır çərşənbədə hamı tonqal başına yığılır. Hər anaya öz övladı əzizdir. Heç kim unudulmur, heç nə yaddan çıxmır. Deməli, heç kim unudulmur, heç nə yaddan çıxmır. İməcəlikdə hərə bir ağac əkdi. Ağıllı uşaq özünü bələkdə göstərər. Görürsə, neyinir ki, onda bələkdə? Deməli, hamı bir gələcək. Özünü hara qoyduq? 5 gələcək. 1, 5 cavab olur variantı. Düzgün qoyulmamışdı o budan sonra. Bax, bu ömür kitabımdır. Nə bu? Özündən sonra ömür ismi gəlib qoyula bilər. O yerləri, meşələri çox səfalıdır. Daha doğrusu bu getdi. Hansı yerləri meşələri səfalıdır? Hansı yerlər qoyulmaz? Hələ o tələbəli illərini xeyli xatırlayacaqsan. Hansı tələbəli illərini? O tələbəlik. Hansı sualıdır? Qoyulmaz. Biri çıxıram variantlardan, 2-3 olan variantları saxlayıram. O alnına qaldırdığı eynəyini çıxardı. Kim o? Özündən sonra nə gəlib? Alın ismi gəlib. Deməli 4-də problem yoxdur. 2, 3, 5 imiş. Bu müəllim 4-cü kursda mühazirə oxuyacaqdı. Hansı müəllim? Bu müəllim. Hansı sualını verdim? Götürəcəm. Nəyi? 2, 3, 5-i. Cavab B variantıdır. Deyir ki, o əlbəttə gələcək cümləsində o əvəzindən sonra nə üçün vergül qoyulmuşdu? Modal söz işləndiyi üçün. Çünki modalın sanki elə bir güya modalları istisna, yerdə qalan modal sözlərin vergülü olacaq. Hər iki tərəfindən vergül qoyulacaq. Biri də gəlib düşəcək o əvəzliyin yanına. Amma sanki elə bir güya modallarının vergülü yoxdur. Onlar gələndə vergül qoyulmaz. Cavab A-dır. O əvəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı cümlədə doğru deyil? O məğrur bir vəziyyət aldı. Kim? Burada qoyular. O gələcək. Burada feil gəlib deyə qoyulmaz. Yerdə qalanlar dəyanətlidir. Kim? O. Dostluq isimdir. O səyahətdən yorulmamışdı. Hansı səyahətdən? Burada qoyulmaz. Deməli, daha doğrusu qoyular. Kim yorulmamışdı? O səyahət isimdir. Və salam cavab olur B variantı. Təyin əvəzliklər hər, bütün filan öz. Cavab olur A. Yalnız təyin əvəzliklər dediyinə görə bütün, öz, hər. Yalnız təyin dediyinə görə. Şəxs əvəzliyi və qeyri-müəyyən əvəzliklər əsasən hansı cümlə üzvləri vəzifəsində işlənir? Mübtəda və tamamlıq. Ən çoxu bunlar olacaq. Biri qeyri-müəyyən əvəzliyi deyil. Burada özüm olacaq. Təyin əvəzliyidir. Bəziləri isim xüsusiyyətini daşısa da, isim əvəz etsə də, yenə də bu əvəzlikdir, qeyri-müəyyəndir.
Hansı əvəzliklər sifətin yerində işlənə bilir? Biz cümlədə təyin olar, amma bu qalsın, yəni bu getsin. Ən çox bunlar olacaq işarə əvəzlikləri. Əvəzliyin mənaca hansı növü işlənmişdir? Hamı qeyri-müəyyəndir, başqa da yoxdur. Qoy qəlbi qaralar, başqa da yoxdur. Hansı işarə əvəzi sifəti və zərfi əvəz edə bilər? Elə. Bax, elədən, bir də belədən. Sonra feil gələrsə, zərf əvəz edəcək. Sifət, isim gələrsə, sifət əvəz edəcək. Bircə saniyə. Deməli, hansı işarə əvəzi, bunu dedim, yoxsa yox. Hansı işarə əvəzi sifəti və zərf əvəz edir? Elə. Elə belədən sonra feil gələrsə, elə oxuma. Zərf əvəz edəcək. Elə adam, özündən sonra isim gələrsə, sifət əvəz edəcək. Amma yenə də bu əvəzlikdir. Əvəzliklərdən biri məna növünə görə digərlərinə fərqlənir. Kimsə qeyri-müəyyən, nə isə hər şey, hərə qeyri-müəyyən, həmin işarə əvəzi. Hansı əvəzliklər mənsubiyyət şəklinə işlənə bilmir? Məsələn, mənim heç nəyim işləndi, özüm işləndi. Mənim heç kimim işləndi. Mənim kimsəm, mənim nəyim işləndi. Mənim kimim bu işlənəcək. O, bu işlənməz. Sonra qeyri-müəyyən əvəzliklər hansı bənddə verilmişdir? Biz şəxsdir, öz təyinidir, mən şəxsdir. Bu da işarədir. Biri düzəltmədir, hamı sadədir, hərə düzəltmədir. Cavab B-dir. Biri, kimi, hamı sözləri əvəzliklərin hansı məna növünə aiddir? Biri, kimi, hamı, bunlar qeyri-müəyyən əvəzliyidir. Əlamətlərdən biri şəxs əvəzliklərinə aid ola bilməz. Mənsubiyyətə görə dəyişmir, bəli, bunlar ola bilər. Biri fərqlidir, eyni, bütün, filan, öz, hərə, qeyri-müəyyəndir, qeyri-müəyyən, yerdə qalanlar təyinidir. Əvəzliklərin birində hal şəkilçisi yoxdur. Deməli, hərdən hərə bu düzəltmə leksikdir. Biri, birinə, hər nədən, hamıda, sizə. Deyir, bu şövqü kim mənim ruhuma yaydı? Hansı şövqü? İşarə. Kim? Sual. Mənim şəxs. İşarə ardıcılı istəyir bizdən, bəli. İşarə, sual, şəxs, cavab olur E variantı. Nümunədəki əvəzliklərin məna növlərinin işlənmə ardıcıllığını müəyyən edin. Burada sual əvəzi idi, işarə əvəzi idi, təyin əvəzi idi. Sual, işarə, təyini. O əvəzliyindən sonra vergül qoyulmalıdır. Deyir, o xalqının üsyanı deyən səsidir. Qalsın, o ayaq dəyməyən yaşıl qədikdə. Hansı ayaq? Bu getdi. O sərtliklə, bu incəlik. Hansı sərtliklə? Hansı incəlik? O sonsuz səbrinin kasası, o sonsuz səbrinin hansı? Burada da iki ədatı gəlib qoyulmaz. Xalqının səsidir. Kim? O. Özündən sonra xalq ismi gəlib qoyulacaq. O əvəzliyindən sonra vergül qoyulmamalıdır. O yaxşı ad qazanıb burada qoyulacaq. Getməlidir. Feil gəlibsə avtomatik qoyulmaz. Kim? Ovçudur. O. Kim işləyir? O. Sənətkardır. Kim? O. Sifət gəlib, isim gəlib, sifət gəlib, problem yoxdur, qoyula bilər. Durğu işarəsinin səhv işləndiyi cümlələri müəyyən edəcəyik. Gülçin dərslərini hazırla, xitabdır, vergül qoyular. O getmir, feildir, burada qoyulmaz. Mənim əvəzli gəlib, qoyulmaz. Nə, nə də, bağlayıcı gəlib, qoyulmaz. Olacaq 2, 3, 4. Güman ki, modal sözdür, hər iki tərəfindən qoyular. Yəni ki, bu problem deyil. Qeyri-müəyyən əvəzlik, özüm, təyini, bu işarə. Onun kitabı məndə qalmışdı. Onun şəxs, məndə şəxs. Hər günün öz, hər, öz, təyini. Kimi istəyirsən çağır. Bu sualdır. Kimsə qeyri-müəyyəndir. Cavab E-dir. İşarə əvəzliklərinin ibarət cərgəni müəyyən edin. Aha, burada mən şəxsdir. Elə, belə, bu, o, həmin, cavab E-dir. Həmin, daha doğrusu həm insana, həm də digər canlılara, həm də cansız əşyalara aid olan üçüncü şəxs təki cəmi. Yalnız qeyri-müəyyən əvəzliklərdən ibarət. Yalnız dediyinə görə öz getdi.
Bu getdi, elə belə getdi, neçənci getdi. Hərə, birisi, bəzisi, kimsə. İşarə əvəzliyi ismin yerində işlənmişdi. İsmin şəkilçisini qəbul edib ismin sualına cavab verir. A variantıdır. O uşaq əlaçıdır. Hansı uşaq əlaçıdır? Belə günləri hansı günləri? Bu çiçək hansı çiçək? Bu oğlandı hansı oğlandı? Cavab qalacaq A variantı. Deməli uşaqlar 50 dənəni izah etdim. 32 dənənin də izahını yerləşdirəcəm. Uğur olsun.